Salam şagirdlər, mən Allahverdiyeва Nərmin müəllimə. Bu videoda mən sizin üçün qan dövranı sistemi bölməsinin sonunda yerləşən ümumiləşdirici tapşırıqların izahını paylaşacağım. Elə isə birinci sualdan başlayaq. İnsan ürəyinin şəklinə əsasən verilmiş sualları cavablandırın. A, B, C, D, Y və F hərfləri ilə hansı strukturlar işarə olunmuşdur? Deməli, burada deməli, aortanı göstərir. B, burada sağ qulaqcıqdır. C, sağ mədəcik. D, ağciyər kötüyü. Y, burada sol qulaqcıq. F də sol mədəcik. Aypara qabaqlar hansı strukturlar arasında yerləşir? Aypara qabaqlar yerləşir sağ mədəciklə ağciyər kötüyü arasında, yəni C ilə D arasında və sol mədəciklə aorta arasında, yəni A ilə F arasında yerləşir. C, kiçik qan dövranı hansı strukturda başa çatır? Kiçik qan dövranı başlayır, deməli, sağ mədəcikdə, başa çatır sol qulaqcıqda, yəni Y-də. Taylı qapaqlar hansı strukturlar arasında yerləşir? Taylı qapaqlar yerləşir, deməli, sağ qulaqcıqla sağ mədəcik arasında, yəni B ilə C arasında və sol qulaqcıqla sol mədəcik arasında, yəni Y ilə F arasında. Böyük qan dövranı hansı strukturdan başlayır? Böyük qan dövranı başlayır F-dən, yəni sol mədəcikdən, oradan da gedir aortaya, yəni A-ya. Hansı strukturlarda arterial qan olur? Hansı qırmızı ilə işarə olunubsa, orada arterial qan olur. Yəni A-da arterial qan olur, Y-də arterial qan olur, F-də arterial qan olur. Əslində burada ağciyər venalarında da arterial qan olur, amma onu işarə eləməyiblər deyə göstərməyə bilərsiniz. İkinci suala baxaq. Sxemdəki məlumatlardan istifadə edək, qan qruplarını müəyyənləşdirib. Eritrositlərin membranında A aqlütinogeni var, bəli. Qan plazmasında B aqlütinini var, bəli. Deməli, bu oldu ikinci qan qrupu. Eritrositlərin membranında A aqlütinogeni olsun, amma plazmasında B aqlütinini olmasın. Bu oldu dördüncü qan qrupu. Eritrositin membranında A aqlütinogeni olmasın, plazmasında B aqlütinini olsun, yəni anti-B aqlütinini olsun. Bu oldu birinci qan qrupu. Eritrositlərin membranında A aqlütinogeni yoxdur, plazmasında da B aqlütinini yoxdur. Deməli, bu oldu üçüncü qan qrupu. Üçüncü suala baxırıq. Qrafik əsasın uyğunluğu müəyyən edin. Biz bilirik ki, təzyiq hər zaman çox olan yerdən az olan yerə doğru axım baş verir. Yəni, ürəkdən arteriya ilə çıxırsa qan, deməli, arteriyada ən çoxdur. Ondan sonra keçir kapilyarlara. Deməli, kapilyarlarda biraz azalır, venalarda isə lap azdır. Deməli, C burada olacaq, X burada olacaq C, Y olacaq A, Z olacaq B. Üçüncü suala baxırıq. Hansı ifadələri şəkildəki canlıların hər ikisinə aid etmək olar? Baxırıq ki, burada bu iki taylıların ürəyidir. Bu isə həşəratların qan damar sisteminin ürəyini, qan damar sistemini göstərib. Yəni, ürək budur, amma belə deyək də, iki taylıların qan dövranını göstərib burada. Buna əsasən baxaq görək, hər ikisinə aid olan xüsusiyyətlər hansıdır? Qanı bədən boşluğu mayesinə qarışır və hər ikisinin açıq qan damar sistemi olduğu üçün bunu ortaq xüsusiyyət kimi götürə bilərik. Vena damarları yoxdur, ortaq xüsusiyyət deyil. Qanı hüceyrələrə qidalı maddələr daşıyır. Bu, hər ikisinin ortaq xüsusiyyətidir. Əgər oksigen daşıyır desəydi, onda həşəratı götürməyəcəkdik. Amma qidalı maddələri hər ikisi daşıyır. Qanın əsas funksiyalarındandır. Arter və kapilyar damarları yoxdur. Bu, həşəratlara aiddir. Qanı ürək və damarlardan ibarət qapalı dövrə ilə hərəkət bu da heç birinə aid deyil. Çünki o xüsusiyyət qapalı qan damar sistemi olanlara aiddir. 5-ci sual. İnsanda qanın laxtlamasını təmin edən hüceyrələr haqqında hansı fikirlər doğrudur? Hansı fikir doğrudur? İki tərəfdən basıq disk formasındadır. Biz bilirik ki, bu qan laxtarmasında iştirak edən trombositlərdir, yəni qan lövhəciklərdə. Bu xüsusiyyət amma eritrositlərə aiddir. Yalançı ayıqlara malik nüvəli hüceyrələrdir, leykositlərə aiddir. Qırmızı sümük iliyində yaranıb bu, deməli, hamısına aiddir və trombositlərə də aiddir. Yəni, eritrosit, leykosit, trombosit hamısına aiddir. Yağ cisimciklərin zərərsizləşdirməsində mühüm rol oynayır. Bu isə aiddir leykositlərə. Ona görə də doğru cavabımız olacaq C bəndi. 6-cı sual. Qan dövranının sxeminə əsasən yanlış olanları seçin. Baxırıq. 1 və 2 vena damardır. Görürük ki, göy rənglə işarə olunub. Deməli, vena damardır. Doğrudur. 3 kiçik qan dövranıdır.
Ya deməli bu da doğrudur. Çünki kiçik qan dövranı zamanı ürəkdən venöz qan çıxır, o da venöz qanı göstərir. Bu da doğrudur. 4 böyük qan dövranıdır. 4 bəli, böyük qan dövranıdır. Çünki böyük qan dövranı zamanı ürəyə gələn vena damarı, belə deyək, ürəyə gələn vena damarı budur. Bu da böyük qan dövranını göstərə bilər. Bu da doğrudur. Aha, bir dəqiqə burada deyəsən birincidə səhv qoyduk axı işarəni. Deməli, burada bir də baxaq. Deməli, 1 və 2 vena damarlardır. 2 burada vena damarıdır. Amma bir vena damarı deyil. Niyə? Çünki biz bilirik ki, kiçik qan dövranı zamanı ürəkdən venoz qan çıxır, amma o ağciyər arteriyasından çıxır da. Yəni arteriya damarıdır. Ona görə bu səhvdir. 3 kiçik qan dövranıdır. Düzdür. 4 böyük qan dövranıdır. Düzdür. 5 və 8 kapillər damarlarıdır. Bəli, burada mübadilə prosesləri baş verirsə, deməli bu kapillər damarıdır. Düzdür. 6 və 7 arteriya damarlarıdır. Burada 6 arteriya damarı deyil, 6 ağciyər venalarıdır, vena damarıdır. 7 isə arteriya damarıdır. Düzdür. Yəni böyük qan dövranı zamanı ürəkdən çıxan arteriya damarıdır 7. Deməli 5-ci səhv oldu. Qapalı qan dövranıdır. Düzdür. Sünənlər sinfinə aid olan canlılarda rast gəlinə bilər. Xeyr, çünki sünənlər sinfinin nümayəndələrində 4 kameralı ürək timsahda olsa belə onun bədənində qarışıq qandır. Ona görə də bu da yanlışdır. İzah bu qədər şagirdlər. Hər birinizə uğurlar. Sağ olun.